Mən həm səhər yeməyi yeyirəm, həm günorta yeməyi yeyirəm, həm də axşam yeməyi yeyirəm. Onları da bir yerdə qarışdıranda olur ki, saat 3-dür. Əsr vaxtıdır. Həm səhər, həm günorta, həm də axşamı. Kökəlmişəm. Haram kökəlib canım? Oruç tutmuşuz. Yox, oruç tutmuram canım. Canlı yayımda dişlərinə bax və mən də Remizan zakaz eləmişəm. Gebməyib hərə. Remizan nədir ay mən? Mən dişlərimə nə gəlib? Cədə implant eləmişəm. Mənim hördə həkimim güclü həkimdir ya. Asif, canım mənim. Sən indi mənə xala deməklə bütün xalaları təhqir edirsən. Ürəyim mənim. Bəlkə də öz xalamı da təhqir edirsən. Xala şirin şeydir ya. Xala bilirsiniz də xaladır da, doğmadır da xala. Neçə yaşım var? Mənim 50 yaşım var. Neçə yaşım olacaq mənim? Həkimin adını deyərdiniz də Ucuzə xanım. Leyla Çıxınçıqada oturur, ən gözəl həkimlərdən biridir. Gedin, Qoçizin də gözəl. Xalam sənə oxşayır, mənə oxşayır, Asif Məmmədov, Məmmədxanlı. Xalam mənə oxşaya bilər. Hə. Amma xala nə deməkdir? Hə? Xalam mənə oxşaya bilər. Niyə insan insana oxşaya bilər? Sən də mənim nənəmə oxşayırsan. Hə, indi mən deyim sənə ki, ay nənə, bir məntiqli bir danışanda, bir deyəndə, bir düşün də, ürəyim mənim, canım mənim. Nömrəsi var həkimin. Şeydə, Instagramda Doktor Ucuzə yaz çıxacaq. Nömrəsi də var orada. Niyə inciyirsən ki? Ay Asif, mən incimirəm. Prosta xala sözü olmaz da, qurban olum sənə. O xala əyibdə axı. Mən kişi heyrağıyam. Mənim indi 50 yaşım var. Sən durub kişi heyrağına deyirsən, xala necəsən? Bu sənin mədəniyyətsizliyini göstərir, tərbiyəsizliyini göstərir. Etikasız kənar mənə o sözü deyirsən. Görürsən, nə qədər adam baxır məni, izləyir məni. Sən durub mənə o sözü deyirsən. Bu əlbəttə ki, sən öz tərbiyəvi insanlara göstərəcəksən. Mənim dünya vecmə deyil. Mən onu öyrənmişəm. Sizin kimi insanların təhkirlərini dinləməyə. Çünki mən dinləmirəm. Buradan alıram, oradan verirəm. Yəni, belə. Cana, çox sağ ol, canım mənim. Xanım yazır ki mənə ki, əyib deyib başındakindən, canım, mənim başımdakı mənə aiddir da, indi o başını mən bağlamışam da, mənim nəyim əyib olmalıdır ki, mən sənin qabağında lüt oturmuşam, neynəmişəm ki, mənim üçün əyib olsun, hə? Əyib sənə olsun ki, sən özündən bəlkə də neçə yaş böyüyə o sözü deyirsən, əyib deyil, hə? Mənə belə xoşdur, hə? Bu mənim danışmanımdır, bununla mən uğur qazanmışam, bununla mən filmlərə çəkilmişəm, bununla mən pul qazanmışam. Sən durub mənə deyirsən, əyib deyil, çörək qazanmaq əyibdir, hə? Pul qazanmaq əyibdir, hə? Mən də bununla pul qazanmışam da, hə? Açılışlara gedəndə mənə demirlər, pariki bir geyin gəl. Mənə deyirlər, başı bağla gəl.
Cəmaət buna görə mənə pul verir. Hə. Yumurta soğudu ye. Mənə deyirlər ki, ay canlar, niyə belə hamıya cavab verirsən? Cavab verməmək tərbiyəsizlikdir. Cavab verməmək qorxaqdır. Cavab verməmək saymamazlıqdır. Sən gələ cavab verməlisən, onları başa salmalısan ki, ay uşaq, ay bala, o sözü demək olmaz. Bir tərbiyən olsun. Əgər evdəkilər sənə tərbiyə verməyiblərsə, heç olmasa qıraqda olan böyüklərdən tərbiyə al girən. Ulduzcə, ulduz, ulduz, zvircə, zə, ulduzə. Ürəyim mənim. Çox gözəl həkimdir, adamı başa düşən həkimdir. Başa düşürsə mənə nə demək istəyirəm. Həm endirim baxımında kasıblara da nə qədər tutub, nə qədər qazilərimizin dişlərini üzərdir, pulsuz. Yəni Ulduzə xanım çox belə gözəl həkimdir. Mən onun yanına 10 ildən çox da gelib gəlirəm. Və ondan çox razıyam. Canlarım mənim. Valla mən bu doğanı da, bu xiyarı da doğradım. Həmişə belə yiyirəm. Mənim heç vaxtı problemim olmayıb. Amma indi qorxuram yeməyə. Ki, məni elə qorxuşdur ki, düşünürəm ki, axşam da bir tədbirə getməliyəm. Qorxuram, doğrudan qarnım tutar məni. Hə, bilmirəm, yiyim, yeməyim. Amma mən həmişə belə yemişəm də, belə. Doğğa, xiyar, kartoşka, yumurta. Qoy mən fikirləşim, yiyim, yeməyim. Yazın mənə, yazın, bəlkə sizin də məsləhətinizdə qulaq asılsın. Deməli, mənim indi bir stakan doğğa var məndə, bir də xiyar var, dudlu xiyar. Dudlu xiyar var, bir də yeməyim pişir. Yeyim. Deyirlər, qarnın gedəcək. Mənim qarnım getməyimdən qorxmuram. Çünki bu xeyirdir də adama qarnın getmək, özünüz bilirsiniz. Sadəcə elə bir məclisə gedəcəm ki, o məclisdə mən 5 saat orada olacam da mən. Bilmirəm. Fikir götürdü məni. Ay canım mənim, niyə mənim belə fikrə çaldınız, hə? Niyə? Kartof yanmaz canım. Siz kartofun dərdini çəkməyin. Bəh. Bura bax, bura bax, necə gözəldir. Ay Allah, ay Allah, ay Allah. Əllərimə sağlıq, ay Allah. Ay Allah.
Bu cicin yağıcı dadına baxın. Görün necədir. Ürəksiz yeyirəm. Çünki bunu həmişə mən xiyarla dadla yemişəm. Əladır. O nə daddır da. Yiyəcəm xiyardan. Oy. Oy nə daddır da. Pişirin. Həm ucuz, həm də keyfiyyətli, vitaminli. Oy. Və baxın. Bəh, 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 bəh. Oy. Doğrudan da tatlıdır. Xırt-xırt eləyir. Elə tatlı xırt-xırtlar. Resepti nədir? Vallahi heç nə resepti yoxdur. Kartoşkandan yumurtadır. Bir də qatıq qatmışam çox. Burada kartoşkanı nəmnəci eləyirəm də mən. Bunun ancaq o verir. Çoxu məsələn buna şey qatır, nə bilim qraxmal, mıraxmal. Mən belə şeyləri xoşlamıram. Yox, çörək yemirəm. Belə şeylərlə çörək yemirəm mən. Bir balaca icazə verəcəm, doğad içərdim. Oy, nə tatlıdır doğad. Evi yox da. Nə olar da. Bu iş bundadır ki, mən evimdən başqa heç yerə gedə bilmirəm də. Bir cüzdə nə demək istəyirəm. İndi qarnım ağrasa neyi niyəcəm bilmirəm. Bəlkə də heç nə olmaz mənə. Prosta indi mənim beynimə çağırır, mənim fikrim elə orada olacaq. Orada olacaq ki, yəni qarnım gedə bilər. Orada nə dadlıdır? Peki, yeməyi də pişirəndə ürəklə pişirmək lazımdır da. Hamınızı öpürəm, hamınızı sevirəm. Özünüzə yaxşı baxın.